Mövzular arası əlaqədən 275-ci sualın həllinə baxırıq. Bizə deyir x plus y cəminin artması ardıcıllığını müəyyən edin. Qurbağa, quş, it, bir də kərtənkələ şəkli verib. X-də deyir ki, çiyin qurşağını əmələ gətirən sümüklərin sayını göstərir. Y isə ürək boşluğunda olan qan növlərinin sayını göstərir. İndi bunu hamısı üçün bir-bir yazmalıyıq. Əvvəlcə qurbağa üçün x plus y cəmini hesablayaq. X bərabərdir. Qurbağanın çiyin qurşağını əmələ gətirən sümüklərin sayı, deməli 2 dənə kürək sümüyü, 2 dənə körpücük sümüyü, 2 dənə qarğa sümüyü, bir dənə də tək döş sümüyü aid olur qurbağanın çiyin qurşağına. Cəmi eləyir 7 ədəd sümük. Y isə nəyə bərabərdir? Ürək boşluğunda olan qan növlərinin sayını. 3 növ qan var qurbağada, həm arterial, həm venoz, həm də qarışıq qan. Ona görə Y-in qiyməti olur 3. X plus Y cəmi qurbağa üçün eləyəcək 10. Daha sonra quş üçün yazaq. X bərabərdir. Quşun çiyin qurşağını əmələ gətirən sümük sayı 2 kürək, 2 körpücük, 2 qarğa, 6 sümükdür. Ürəyində olan daha doğrusu qan növlərinin sayı isə arterial və venoz qandır. Yəni 2 növ qandır. X plus Y cəmi eləyəcək 8. İt üçün yazaq indi. X bərabərdir. İtin çiyin qurşağını əmələ gətirən sümük sayı elə 2 dənə kürək sümüyüdür. Ürək boşluğunda axan qan növlərinin sayı isə quşdakı kimi 2 növdür, yəni arterial və venoz, qarışıq qan yoxdur. Bunun cəmi eləyir 4. Kərtənkələ üçün yazaq. X bərabərdir. Kərtənkələnin də çiyin qurşağında 2 kürək, 2 körpücük, 2 qarğa sümüyü var. X-in cavabı olur 6. Y-in cavabı isə deməli həm arterial qan, həm venoz qan, həm də qarışıq qan olduğu üçün olur 3. Cəmisi isə eləyir 9. Bizə deyir ki, cəminin artması ardıcıllığını müəyyən edin, yəni azdan çoxa. Ən az 4-dür, yəni itinki 3. Ondan biraz böyük olan 8-dir, yəni quş 2. Ondan daha çox olan 9-dur, yəni kərtənkələ 4. Ən çox olan isə 10-dur, yəni qurbağa 1. Artması ardıcıllığı oldu 3, 2, 4, 1 cavab.